Salam, axşamınız xeyir olsun dəyərli dostlar. Hər birinizi salamlayıram. Nə tərsiz, nə yenirsiniz? Nə var, nə yox. Hər birinizin gününüz aydın, işiniz uğurlu olsun. Dəyərli dostlar, keçən dəfə mən sizə göstərmişdim xiyar turşusu, bir də biber turşusu düzəldirdim. Biber turşusunun aşağısı görürsünüz, saralıb təzədir. Yuxarısını isə təzə yığmışdım, az miqdarda idi. Təzə doldurmuşam, o da saraldı. Görsənici. Dəyərli dostlar, bu isə xiyar turşudur. Hazır olmağa çox az qalıb. Çox qəşəng alınıb. Bu isə bağladığım xiyar turşusudur. Deyirdim göstərəcəm, göstərirəm. Dəyərli dostlar, bugün isə bağımızdan yığdığımız narlardan kompot hazırlamaq istəyirəm. Bu narlarımdır. Nardır. Dənələdim narları. Bağımızın narlarını dənələdim, kompot eləyəcəm. Dəyərli dostlar, hər birinizdən bir yorum, bir bəyənmə, bir də abunə olmağı xahiş edirəm. Kanalıma abunə olsanız, bəyənməyi buraxsanız, bir də yorum yazsanız çox məmnun olaram. Gördüyünüz kimi bu mənim əl işlərimdir. İnşallah kompotları da göstərərəm. Bağdan yığdığım narları, qarağatları, kompotunu göstərərəm. Sonra baş bağladığım başqa tərəvəzlər var. O tərəvəzləri də göstərərəm. Bugün belə. Dəyərli dostlar, yenə hər birinizə bərbaşdan öz təşəkkürümü bildirirəm. Kanalıma abunə olun, yorum yazın, bəyənmə eləyin ki, məni dəstəkləyin. Çox sağ olun, var olun, gecəniz xeyrə qalsın. Təşəkkürümü bildirirəm. Gələn videolarda görüşənə qədər. İnşallah gələn videomda pul biber, özümün qurutduğum biberdən pul biber çəkib göstərəcəm. Sağ olun, sağlıqla qalın.